Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və partiyanın Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü, Modern İnkişaf və Ali İctimai Birliyinin sədri Zərifə Quliyevanın Xarüqələr Yaradan Qətiyyətli Lider adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğruna canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Prezident İlham Əliyevin, ümummilli lider Heydər Əliyevin ideyalarını müvəffəqiyyət həyata keçirən, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam təmin edən güclü lider kimi adını tarixə qızıl hərflərlə yazdırdığını bildirib. Vurğulayıb ki, təqdimatı keçirilən kitabda da məhz bu məqamlardan geniş bəhs olunur. YAP Veteranlar Şurasının sədri, partiyanın idarə heyətinin üzvü Arif Rəhimzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Qeyd olunub ki, Zərifə Quliyevanın müəllifi olduğu kitabda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən zəfər yoluna geniş nəzər salınıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kitabın redaktoru Əli Qismət Bədəlov isə çıxışında diqqətə çatdırıb ki, Xarüqələr Yaradan Qətiyyətli Lider adlı kitabda Prezident İlham Əliyev ölkəmizin inkişaf yolunu müəyyən edən, dövlətçilik dayaqlarını möhkəmləndirən qurucu və islahatçı lider olaraq təqdim olunur. Tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasətin Fəlsəfəsi və Sosiologiyası şöbəsinin müdiri Professor Rəna Mirzəzadə, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı, tədqiqatçı Sayman Aruz, Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva, YAP Veteranlar Şurasının üzvü Professor Adilə Abbasova, Vətən Müharibəsi qəhrəmanı Zaur Hüseynov, YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev, Biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə Xarüqələr Yaradan Qətiyyətli Lider adlı kitabın əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, Azərbaycanın həm hərb meydanında, həm diplomatiya, həm də informasiya cəbhəsində qalib gəlməsi Prezident İlham Əliyevin uzaqgörənliyinin, müdrikliyinin və qətiyyətli liderliyinin nəticəsidir. YAP Veteranlar Şurasının üzvü, Modern İnkişaf və Ali İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək deyilən xoş sözlərə görə və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib. Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi uğurlardan geniş bəhs edərək vurğulayıb ki, dövlət başçının rəhbərliyi ilə əldə olunan nailiyyətlər bizi gələcəyə daha nikbin baxmağa sövq edir. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.